Pirdən istəyənə müsəlman demək olar. Əgər cahilliyindən eləyirsə, bilmirsə, eləyir. O istəyən də cürbəcürdür, gedib orada istəyir Allahdan və ya deyir, ya Rəbb, onun hörmətinə. Eləsi var, deyir ki, sən ged istə Allahdan, mən utanıram. Eləsi də var ki, gedib birbaşa ondan Mercedes istəyir. Məsələn, meyyiddən. Yəni, fikir verirsən, istəyənlər 4 növdür. Azı. Ona görə gedib bir dənə orada əllərini qaldırsa, ona deyəmərik o saat. Sən müşriksən. Gördün, deməli, təfsilata ehtiyac var. Bilmək lazımdır dəqiq adamı ki, hükmü də dəqiq verəsən. Əmələ də bidətdir, yoxsa şirkdir, küfürdür. Amma birdən cahilliyindən gedib deyirsə ona nəsə, o kafir deyil o. Kafir deyil, ona çünki hüccət çatmayıb ona cahil olduğuna görə. Bəli.